Salam dəyərli izləyicilərimiz. Bu gün Nanolub Express Yağlama Mərkəzi üçün çəkilən ilk YouTube videosudur. Və bu videonu biz öz avtomobilimizə həsr etmək istədik. Avtomobilimiz Toyota Corolla 2025-ci ildir. Hal-hazırda yürüşü 12.819 kilometrdir. Və bu ilk yağ dəyişimi deyil, əlbəttə ki, ikinci yağ dəyişimi olacaq. Və birinci yağ dəyişimindən bu tərəfə 9000 kilometr yol sürmüşük. Və özümüzə də hal-hazırda maraqlıdır. Avtomobilimizdə hər gün sürülən avtomobildə yağ nə vəziyyətdə olacaq? Yəni gündəlik belə deyim, bu avtomobildə 200 km, 250 km yol qət olunur. Yəni bizim yağlamaq üçün avtomobil çox önəmlidir. Demək olar ki, işimizin yarısını avtomobilin hesabına biz görürük. Lazım olan yerlərə gedirik və lazım olarsa nəsə əlavə almaq, avtomobillə gedib alırıq, gətiririk. Yəni avtomobil bizim üçün çox vacibdir və belə deyim, biz müştərilərin avtomobillərini həmişə önə çəkmişik, çalışırıq ki, həmişə bizim müştərilərimiz razı qalsın. Və indi də gəldi vaxt öz avtomobilimizə həmişə, yəni hər gün deyirdik yağın dəyişək, yağın dəyişək. Yəni bu günə təsadüf gətirdi ki, bu gün avtomobilimizin yağı dəyişiləcək və bu haqda biz video çəkəcəyik və paylaşacağıq. Və budur, gəldim çatdım, hal-hazırda yağlamamızın qabağındayıq. Bura yağlamanın fasadıdır. Ünvan da açıq deyim, çoxsuna deyirik, ünvanı tapamırlar. Rahat formada deyim, Akademik Mirəli Qaşqay 185A. Burada Araz Market var. Araz Marketdən üzbəüz, yəni məhəllənin içərisinə girəndə döngən kimi avtomatik yağlamamızdır. Və burada Azada var. Yəni burada Moykadır, Moykadan da sonra bizim bokslarımızdır. Bu bizim əməkdaşlardır. Kamranı siz qısa videolardan tanıyırsınız. Bu da Rəşad, Nanolubun baş ustasıdır. Kamran, nə iş görsən? Hal-hazırda 2 dənə maşın salmışıq. Olan yağları işləyirik komputerə. Geçin açdırmışıq. Baş ustamız işləyir komputerə. Bu da bizim OBS əməkdaş Qabil. Bunu da qısa videolardan tanıyırsınız. Nuş olsun Qabil. Gəlin yemək yiyin. İstəyirəm tək avtomobildən yox, bizdə olan yağlardan da danışım sizə. Yəni qısa videolarımızda görmüsünüz bizdə yağları. İstəyirəm ətraflı olaraq hamısından danışaq. Yəni bizdə marka hamısı qlobal markalardır, hamısı rəsmi markalardır və sertifikatlarına qədər hamısı var. Yəni biz Nanolub olaraq çalışırıq yalnız rəsmi məhsullarla işləyək və rəsmi qaydada işləyək. Və qiymətlərə gəldikdə isə hamısı bütün markalar, hansılarla ki biz işləyirik, hansılarla ki biz fəaliyyət göstəririk, hamısı rəsmi qaydada öz qiymətlərin məhsulların üstünə vurur və göndərir bizə. Yəni hər bir məhsulun üzərində qiymətlər mövcuddur. Yəni burada görə bilərsiniz. Yəni hamısı qiymətlidir. Qiymətlər hamısının üstündə var. Və markalara gəldikdə isə North Sea Lubricants Hollandiya yağıdır, Miguin Almaniya yağıdır, Amsoil'dır, Amerika brandidir. Petra Kanadadır, həmçinin Amerika brandidir. Zik'dir, Zik Koreya brandidir və hal-hazırda bazarda öz kütləsini toplayıb, çox keyfiyyətli markadır, tövsiyə edirik avtomobillərə. Yəni Alman markası sürürsünüzsə əgər, o demək deyil ki, siz bu yağdan istifadə edə bilməlisiniz. Tam sizin avtomobilə uyğundur, dopsukları var. Lugmoil'dur, Alman brandidir və özün bazarda doğrulayıb, çox keyfiyyətli markadır. Həmçinin Eurolab var, Valvoline var. Dünyada ilk yağ brendi olan Valvoline yağıdır. Eurolab. Sonra Mobildir, Shell'dir. Bunları hamı tanıyır, hamı bilir bu yağların keyfiyyətini. Bardal yağlarımız var. Çox tövsiyə olunan yağdır, çox keyfiyyətli markadır. Pakello'dur, Azərbaycana yeni gəlib, İtaliya brandidir. İstehsal yalnız İtaliyadadır, başqa heç bir ölkədə istehsal olunmur. Qiymətləri münasib və keyfiyyəti çox yüksəkdir. Totaldır, bir də Ravinol'dur ki, Ravinol həmişə öz keyfiyyətini qoruyub saxlayır. Budur. Bir də yaddan çıxmışdı, Rove'miz var. Rove də həmçinin Alman brandidir və çox keyfiyyətli yağdır. Və istər hibrid, istər dizel, hər növ avtomobillər üçün bizdə yağlar mövcuddur. Deməli, maşına salırıq yağ dəyişməyə.
İnşallah yağı dəyişiləcək. Və ətraflı olaraq göstərəcəm hansı yağdan istifadə edəcəyik və hal-hazırdakı mühərrikin daxilində olan yağ hansı vəziyyətdədir. Avtomobilimiz daxil olur içəri. Avtomobil daxil oldu içəri. Kapot açıldı. Görək indi kapotun altında vəziyyət nə yerdədir. Yəni qabı zəhmət olmasa kapotu açaq baxaq görək. Motor kanalın altı nə vəziyyətdədir bizim özə maşınımızın. Aha. Göründüyü kimi yaxşıdır, təmizdir. Axırıncı təmizləmişdim. Axırıncı dəfə hansı təmizləmişdim. Tamamda olaraq yağ dəyişməsə də motor kanalın altını təmizləyirik. İndi çəkiliş alacağım. O heç olsun, mən üçün fərq eləmir ki, mən YouTube üçün öz kontentimi çəkirəm. Bizim müdürün maşını ən güclü xidmət edir. Çünki müdürün güclü. Amma o da qeyd eləmək istəyir ki, müştərilərin də maşınlarına biz pis baxmırıq, düzdür. İndi o ortaya soxmuyor. O hamı bilir ki, biz müştərilərə yaxşı xidmət edirik, yaxşı xidmət edirik. Müdürə ası olur, amma. Keçən hansı dol keçərsiniz ki, ora? Qabilində öz maşınımızdan nədən istifadə edəcəyik? Zəhmət olmasa qeyd eləyərsən. Mən müdürün maşını deyə qalmışdım. Müdürün Toyota Corolla'sına 2025-də Robes Fırlanatda gələcək. Bizim müdür xoşlayır hər dəfə bir yağla dəyişməyi. Həm yağlarını sınamaq üçün, həm də indi inşallah çəkiş qrupumuz gəlir. TikTok'a, Instagram'a çəkiş videolarımız olacaq. O gözləyirik ki, təmiz hazır olmaq. Filtrə nə filtr istifadə olunacaq? Yağ filtri. Yağ filtri SKT ilə. Əla, super. Sən bu işi bacarırsan da. Çox sağ olun Nahid bəy. Sonra hava filtrində hava filtrini dəyişmişik. Hava filtri bilirəm, təzəlicə dəyişdirdi. O hər qabır. Başladıq maşının yağını dəyişməyə. Deməli nə var? Birinci dəfə əlcək. Əlcək gəncə. Yax videoda belirtmişdi. Bizim Şamran Usta yana hopqa verir. iPhone 16 Pro'su aparatdan nə eksik? Bizimlə. Götürün 14'ü. Götürün 30'u, motoru. Götürün. Bu en güçlü sürmet babudur bak. Bu olmasa var abi. Kollarımız indiğine böyleydi. Buna göre biz muskul çıkardan mı? Aha. Yağı tökəndə vəziyyəti mənə çox maraqlıdır. Vəziyyəti mənə göstərərsən, həm də izləyicilərimizə də göstərir. Şüphe bakmamışsın. Şüphe bakmamışsın. Görək şüphe değil, değil. Ağzını toktu. Şübhə deyil. Göster. Yağın vəziyyəti mühərrikdə ideal vəziyyətdədir. Olmaz, o da olsun. Sen bir an hiç zahmet olmaz. Dağlar istifadə. Arkadaşlar önceden ne yazdı işte. Onda sən zaşitnik sökəsən hələ. Yok. Kaç tane oldu? Onda bunda rahatdır da, sırf yerin qoyublar. Sən Toyota bilirdə nə buraxır?
Bu yağımız nə vəziyyətdədir? Yağımız normaldır. Qaralıb bir bazı amma normaldır. Qaralmağı da normaldır. 9000-dən biraz çox söylüb də, yəni normaldır. Yani temizliği. Nə vəziyyətdədir, belə tutdu. Bunu ya 2 ya 3 gün bundan qabaq dəyişmişik. Burada idim maşın içəri dedim müdür değişik değişti. Onun için de bunda baxın heç nə yoxdur. Heç nə. Gayet təmizdir. Müdür maşın başqadır. Bu saymarsın da öyle bir şey. Bundan mı versin? Asar üstünden tamam mı? Kilometrajı bilseniz 5 numara 4.900 Şüşəsinin suyunu da əlavə elədik. Allah. Bu demek ki taptacağım. Və budur, qapılarımızı da yağlayırıq. İstərseniz yeni maşın olsa belə, yenə də qapılar yağlanmalıdır. Maşına hər tərəfli xidmət göstərmək lazımdır. Yağışdır, palçıqdır, istərseniz qapılar açılır, bağlanır. Arasına toz da olur və yağlayanda daha rahat olur, daha uzun ömürlü olur zamoklar. Bir şey qeyd eləmək istəyirəm ki, bu Corolla Çin bazarı üçün buraxılmış olsa da, yəni çox rahat maşındır. Həm də ki, qənaətçil avtomobildir. Yaxşı. Bu bir dənə bağlamağa çəkəlir. Bir dənə filtrin üzünü göstərərsən. Baxaq. Sıkıntı. Güzel. Sür. Ya, aşağıda düşürəcəm. Bu bir dənə aldı. Və budur, yağın filtri də bağlanır hal-hazırda avtomobildə. Bundan sonra qalır, yeni yağı mühərrikə əlavə olunmalı. Yazam yağı da əlavə eləyəcəyik. Əsas o ki, yağımız yaxşı çıxdı, mühərrikin daxili təmizdir. Hər şey qaydasındadır. Yəni yağı 9000-də sürsə, 10.000-də sürsə, yəni yağ keyfiyyətini itirmir. Bunun da əsas səbəbi nədir? Biz yalnız 95 oktanlı yanacaqdan istifadə edirik. Yəni bütün müştərilərə də tövsiyə edirik. Yəni yeni mühərriklərdə, hibrid mühərriklərdə, turbo mühərriklərdə 95 oktanlı yanacaqdan istifadə edəsiniz. Həm mühərrikin ömrünü uzadır, həm yağın ömrünü uzadır. Daha keyfiyyətli olur. Yəni qeyd etmək istəyirik ki, yəni hər bir istehsalçı öz yağına zəmanət verir. 10.000, 15.000, 20.000 verənlər var. Yəni sadəcə bu nəyə nəzərə almaq lazımdır? Bu hər ölkə öz hava şəraitinə uyğun olaraq deyir. Yəni bizim həm hava şəraitimizi nəzərə alaraq, həm bizdə olan tıxacları nəzərə alaraq, yəni mühərrikdə belə deyim, hər bir avtomobildə motosaat deyilən bir şey var. Həmin amili nəzərə alaraq bizdə indi tıxacda istər-istəməz mühərrik işləyir. O da yəni kilometraj kimi bir şeydir. Mühərrik işlədiyi zaman yağ dövrə olduğu üçün yəni də yağın müddətindən gedir. Yəni əsasən biz tövsiyə edirik ki, bizim tıxacları, bizim şəhərçi şəraiti nəzərə alaraq, yəni 7000, 8000 kilometrdən bir yəni yağ dəyişirsin. Sadəcə biz gecikdirmişik, həm də ki biz tıxac çox görmədiyimizə görə
Yəni biz 9000 sürmüşük, yəni 10000 də sürə bilərdik. Yağın keyfiyyəti buna imkan verirdi. Deməli, avtomobilimizin yağı dəyişdi. Mühərrikin altı tərtəmiz təmizləndi. Yağımızın vəziyyətindən razı qaldıq. Avtomobil hal-hazırda bundan sonraki 10.000 kilometrə tam hazırdır.